Salam, hər vaxtınız xeyir olsun. Gəlin belə bir integrala baxaq. Deyir ki, integralını hesablayın. Mən burada bu kəsri iki ayrı kəsr şəklində yazsam, yaza bilərəm ki, integral 2x məxrəc bərabər olduğu üçün bunu yaza bilərəm ki, x kvadrat plus 1 dx üstə gəlsin integral 1 bölünsün x kvadratı plus 1 dx. Bax belə. Bunları ayrı-ayrı integrallar şəklində yazdım. İndi baxın burada. Görün nə olacaq. Deməli, birinci integrala baxsaq, bu integrala. Burada x kvadratı plus 1-ə mən t desəm və hər tərəfi diferensiyallasam, x kvadrat plus 1-in daha doğrusu törənməsi nə olacaq? 2x dx bərabər olacaq dt-yə. 2x dx dt-yə bərabər olacaq. Və gətirib burada nəzərə alsam, yazacağım ki, integral. Bax, buradan 2x dx bizdə nədir? dt bölünsün. X kvadrat plus 1 t'dir. Bu nə eləyəcək? Bu eləyəcək ln modulda t plus s. Gəlin burada s1 yazaq. Çünki 2 dənə integralımız var ona görə. Aha. İndi t neydi bizdə? X kvadrat plus 1 olacaq ln modulda x kvadratı plus 1 üstə gəlinsin s1. Birinci tərəfin cavabı bizdə oldu. ln modulda x kvadratı plus 1 üstə gəlinsin s1. Bax belə. İndi gəlin ikinci tərəfin cavabına baxaq. Bax, fikir ver. Bu hazır ikinci tərəf hazır xassiyə söykənəndir. İntegral 1 bölünsün 1 plus x kvadratı dx bərabərdir. Uşaqlar, arctangens x üstə gəlinsin s. Gəlin buna da s2 deyək. Bax belə. Deməli oldu nə? Oldu üstə gəl arctangens x plus s2. Uşaqlar, bu s1, s2-lərin də cəmi bizə nə verir? Bizə verəcək ümumi s. Amma fikir ver, burada bir şey var. Bax, burada cavablarda səhvlik gedib. Harada mexaniki səhvlik gedib. Niyə səhvlik gedib? Çünki bax burada biz normalda bax bunu düzdür modulla deyirik. ln modulda x deyirik. Fikir verin. Burada x-in istənilən həqiqi qiymətində bu müsbətdir. Bu müsbət olduğu üçün də modula ehtiyac qalmayacaq burada. Və bu belə olacaq. Deməli, yekun integralın cavabı olacaq ln x kvadratı plus 1 modulsuz. Üstə gəl arctangens x üstə gəlinsin integral sabiti olan s. Bax, bu da bizdə oldu. İntegralın cavabı. Bax belə. Görək harda var. Bax, bu oldu A bəndində. Amma burada yəni modulsuz sadəcə mötərəzi olmalıdır. Yəni bax bu şəkildə. Düzgün cavab oldu A bəndi.